ובעצם Əslində, אם əgər אנחנו biz נלך להסתכלות Onsferotun פנימית tədrisinin של birinci חלק א' hissəsində תלמוד daxili הספרות, təfəkkürü אז שם xatırlasaq, orada yazılıb כתוב ki, כך, bütün שבמחשבה reallıq אחת bir נעצרה düşüncə ilə ונבראה כל yaradılıb, המציאות, o fəaliyyət göstərir והיא və o, פועלת, והיא həmin עצם o הפעולה, והיא מציאות fəaliyyətin mahiyyətidir və השכר המקווה, והיא hər şey מהות היגיעה. bir anda זאת אומרת, Yaradanın הכל נברא istəyi ilə מיד, yaradılmışdır, hansı ki מרצון של kamildir, הבורא, çünki שהוא onda השלם, heç bir אז bölünmə אין לו yoxdur, o heç חלקים, bir hissələrə ואין לו bölünmür, onda heç bir səbəb חלקים, və nəticə ואין yoxdur, לו lakin bütün bu סיבה dediklərimiz ומסובב, bizə אלא münasibətdə זה belə הכל מתגלה aşkarlanır. כלפינו Nəyin nəticəsində bizim מהתפיסה שלו, מהתמונה שלו, bütün bu מהמציאות שלו, reallığın שהיא כולה şəklinin שלמה, hər bir kəsini ואף פעם לא özünə הייתה uyğun qavraması nəticəsində מתיישבת, əmələ gəlir. מתגברת, Bütün מתייצבת, bunlar מתפתחת əslində kamildir və heç bir hissələrə כל זה bölünmür. Yalnız כלפי נברא varlıqlara בלבד אנחנו münasibətdə, מדברים. nisbətdə belə ולכן, qavranılır. Nəyə למה görə אני mən עושה sizə bu הקדמה ön כזאת? sözü deyirəm? שתבינו Ona görə ki, siz anlamalısınız ki, biz reallığa belə yanaşmalıyıq ki, əslində heç bir şey yoxdur və bu alınan islahın sonuna qədər, ona qədər və ondan sonra da heç bir şey yoxdur. Elə bir şey yoxdur ki, yəni hər şey kamil və tam bir kamil reallığın daxilindədir ki, bu da elə Yaradanın özüdür. Və o istəyirdi ki, varlıqlar onu hər hansı bir prosesdə aşkar etsinlər ki, bu proses də ona aiddir. Yəni, varlıqlar nə dərəcədə buna qadirlərsə, yaxud bunu istəyirlərsə, ona uyğun olaraq onlar öz inkişaf yollarını keçirlər, hansı ki bizim ruhani və yaxud daxili inkişafımız adlanır, lakin mahiyyətcə bizim aşkar etdiyimiz bu, onun tərəfindən yaradılmışdır. Ona görə də biz öz qavrayışımızı dəyişməliyik. Yəni o kəslər ki, maddi reallıqdadır və hansı ki, inkişaf prosesindədirlər, arzu olunandır ki, biz özümüzə Adam Rishon sistemini təsəvvür edək və bu sistemdə olanları da biz aşkar etməyə məcburuq. Həmin o Adam Rishon sistemindəki orada hər şey parçalanıb, gizlilikdədir və hissə-hissə bizə aşkarlanır, yəni dərk edənlərə nisbətdə. Bu elə deyil ki, bu insanından zahirən də belə baş verir. Yox, bu belə deyil. İnsandan zahirdə yalnız sonsuzluq aləmidir, o kamil bir formada mövcuddur və əbədi mövcuddur.